adamlar ki var. Elə bu da Çingiz Abdullayev də, nə bilim də ki, Anar da sonra yəni o verdiyi o birisi haqqında danışdığımızdan başqa adamlar, bunların hamısı mən inanın, mən bunları çox sevdiyim üçün danışıram. Danışıram ki, ay qardaşlar, bax ağadaş, sən deyirsən ki, ilahi ədalət pozulanda insan, yəni onun yanında olmalıdır. Yəni insan qoymamalıdır o ədalət pozulsun. Yaxşı, bugün Azərbaycan xalqına qarşı ilahi ədalət pozulub, bu boyda ədalətsizlik var. Bəs siz haradasınız? Bəs siz yaxşı, sizin sevə-sevə sizi milyoner eləyən, sevə-sevə sizi deyək ki, bu boyda ödülləndirən hər biriniz, istər Çingiz olsun, istəyirsən olsa deyək ki, müğənni kimi və yaxud da Rasim Balayev olsun, kim olsun, fərq eləməz. Bugün həmən xalq dardadır. Bəs siz haradasınız?